Salam aleyküm. Salam əziz və hörmətli dostlar. Çox xoş gördük. Mən bir 10-15 gündən, 2 həftədən sonra eləyə bildim ki, bu günlər gələm. Amma canım yenə ağrır. Amma yenə də dedim kitabı başlayayım oxumağa. İllət bu ki, mən söz vermişdim keçən 2 həftəni başlayam oxuyam. Bunun bir illəti var idi ki, eləyə bilmədim. Burada hamımızdan üzr istəyirəm. O da buydu ki, mən maşınla təsadüf elədim. Maşınımı açdı, özüm açdım. Bimaristanda falan da oldum. Və biraz indi oturmağa halım müsait olduğu üçün kitabı oxumağa başlayacağım. Amma o zaman ki, xəstəxanada idim, bir dənə ayrı kitab da tapdım. Çox gözəl, sevdim və kitab taza yazılıbdır. 2008-də ya 2009-da çap olubdu İstanbulda və bir siyasətmədar ki, özü müxtəlif siyasi işlərdə, xarici işlərdə işləyibdi. O yazıbdı və kitabın adı, əgər iştibah eləməsəm, çünki indi bu kameradadır ki, telefondadır ki, ələn sizinlə danışıram, baxa bilmirəm. Amma kitabın adı Savaş ya Savaşmadan Zəfər, belə bir şeydir adı. Yadıma indi kamil gəlmir. Amma kitab çox sadə yazılıb. Yəni mən ki, latin əlifbanı çox zorla, əlbəttə türkünü görürsünüz, zorla oxuram. Amma o latin əlifbanı daha zorla oxuram. O kitabı oxuyanda əvvələn ləzzət apardım. İkinci, çox hayıfsılandım ki, kaş dostlarımızla bunu bir vaxt ola oxuyaq. Çox sadə kitab, çox səmimi kitab və çox işlək, karbordi. Yəni adam Vizarət-i Xaricidə işləyir, səfirdir, Türkiyə Cümhuriyyətinin müxtəlif məmləkətdə, müxtəlif beynəlmiləl təşkilatlarda işləyibdir, təcrübə sahibidir, ustadı danışqahdır, neçə cild kitab yazıbdır və çox sadə bir kitab yazıb və siyasəti bizə öyrədir. Biz o kitabları oxumalıyıq, dostlar. Hər halda, amma tüm söz vermişdim bu savaş oxuyaq, savaş tekniklərinin, stratejilərini oxuyaq. Düşmən nədir, düşmənin savaş stratejiləri nədir, bizi nə cür rəvani sındıra bilər. Yəni, psixoloji, psixoloji olaraq bizi sındıra bilər və biz ona təslim olaraq hər yerdə. Və bunu biz keçən yüzildə yaşırıq. Keçən yüzildə biz bunu yaşırıq. Ona görə əvvəl məncə bu savaş sənəti Türkçəyə, mən bunu print eləmişəm 200 neçə səhifəyə və ərz edeyim ki 225 səhifəyə mən bunu print eləmişəm. Turuz.com turuz.com saytında hər nə türkçə kitab istəsəz, bir çoxu heç olmasa orada müftə ələ gəlir, print eləyə bilərsiniz, download eləyib oradan, indirib oradan özünüz onu telefonunuzda oxuya bilərsiniz, əgər çap eləməsəz də. Amma mən bu savaş sənəti kitabın mütəəssifanə üçün qara rəngdə mən çap eləmişəm. Bu əlbəttə indi tərsə görsənir. Savaş sənəti buradan oxunur. Savaş sənəti və yazan Sun Tzu yazanın adıdır. Kitabın üstündə müxtəlif şəkillər var. Bu türkçəsinin üstündə olan bir şəkildir, amma burada qara düşdüyü üçün çox bəlli deyil. Bu kitabın dediyim kimi, o birinci cələsədəki kitabı tanıtdırdım. Dediyim kimi, bu kitab çoxlu dillərə tərcümə olubdur və Azərbaycanlı, türk, hər bir millətçiyə bu kitabı oxumaq, bu kitabı üstündə danışmaq, nəqd eləmək və bu kitabı işə aparmaq lazımdır. Çünki bu, tamam danışqahlarda
dərs oxunur. Nizami danışqahlarda bu kitab dərs oxunur. Çünki demək olar ki, keçən 2-3 min ilin əsli stratejik kitabıdır ki, Çinlilər yazıblar. Bunu Həsən Həbibi, Döktür Həsən Həbibi ki, farsların adamıdır və Rəfsəncani dövrəsində Muavin əvvəl Haşimi Rəfsəncanidir. O da bu kitabı tərcümə edibdir Honər Cəng adında. Son Tüzu tərcüməsi, yəni yazarıdır və o da bunu tərcümə edib. O yenə də elə bu kitabı da 4 səfədə, 3 səfədə çap eləyiblər. Bu farscası vardı. Yenə də farscasını qoyublar internetdə müftə, siz eləyə bilərsiniz. Oradan götürüb bunu heç olmasa farscasını oxuyasınız və görəsiniz ki, bizim başımıza nə gəlibdir və biz bu savaşda necə qutara bilirik. Əslində, baxın dostlar, biz bir savaşdıyıq. 100 ildən də çox, 115 ildir bir dənə savaşı biz aparırıq. Bizim bir düşmənimiz var. Bu düşmən 115 ildir, yəni məşrutə hərəkatından bu günə qədər bu düşmən bizlə düşmənlik edir, bizi düşmən görür. Biz onu düşmən də görməsək, o bizi düşmən görür. Onun üçün də keçən 115 ildə o tamam gücün qoyubdu, tamam imkanatın, özünün də yox. Bizim gücümüzü də, mali gücümüzü, qol gücümüzü, pul gücümüzü, siyasi gücümüzü, ordu gücümüzü hamısını, ha belə ərəblərin imkanların yeraltı, yerüstü, ərz edeyim xidmətinizə, suların, insanların, pulların, sərvətlərin hamısını, lorlar, bəluslar, türkəmənlər, qəşqailər, ciyləklər, mazənlər, şüddlər, hamısının imkanatından istifadə edir, bizi yıxıb, bizi dahi aradan aparmağa, yəni qətl-ama çalışır. Qətl-am buradan neçə dəfə can qətl-ama aparıbdır, amma indi qətl-am dahi candan da geçibdir. İndi istəyirlər bizi kültürel, kültürün türkcəsinin bir dostumuz soruşmuşdu, bu türkcəsi nədir? Fərhəng sözü ki, farscadır, bunun latincəsi kültürdür. Və Türkiyədə də bu gün kültür işlənir. Quzey Azərbaycan Cumhuriyyətində də kültür işlənir. Bizdə qədim türkcədə hars deyərmişlər. Hars sözü bu günləri o şey ki, ona kültür ya fərhəng deyilir. Onların məcmusuna biz qədim türkcədə hars deyərmişik. Amma bu günləri işləh deyil bu söz. Yəni, çox az adam, mənim bir dostum var, fəqət onu mən görmüşəm ki, bu sözü işlədir. Bu kitab, dediyim kimi, dostlar, hər kəs istəyir Azərbaycan yolunda çalışsın. Hər kəs istəyir türklük yolunda çalışsın. Hər kəs istəyir vətəni üçün çalışsın. Bu kitabı, bu savaş sənəti kitabını, ya Honər Cəng kitabını, ya Art of War kitabın oxumalıdır və dərin oxumalıdır. Dediyim kimi, mən bunu bir dəfə də çalışdım ki, ingiliscəsini oxuyayım, zorum çatmadı. Bunun üçün də oxumadım. Yəni, yarımçılıq qoydum. Bəlkə bir ay da çalışdım gecə-gündüz ki, bunu qutaram, amma gördüm ki, oxuya bilmədim. Dostlar, bu kitab mənə çox çətin olacaq, amma çalışacağam ki, oxuyam. Neçə hədəfimiz var? Niyə çətin olacaq? Əvvəl çətin olmaqları. Bir, bu kitab bir təxəssüsü kitabdır. Çox yuxarı təxəssüsü kitabdır. Bu kitab savaş universitetlərində, ordu universitetlərində yuxarı komandanlara dərs deyilir. Bəs bu kitab bir təxəssüsü kitabdır. Bunun içində olan terminlər, yəni sözlərin bir çoxu nizamidir, ordu sözüdür. Mən ordu sözlərini bilmirəm. Onun üçün də mənə birinci çətinliyi oradandır. İkinci çətinliyi buradandır ki, bu türkcədir və mən türkcədə çox yavaş oxuram. Usulən türkcəni, ingiliscəni, ərəbcəni, farscanı hamısını yavaş oxuram, yavaş oxuyan bir adamam. Amma bunun yanında
Latincə yazıldığı üçün daha çətin olacaq mənə, daha yavaş olacaq. Və o birisi tərəfdən də, baxın dostlar, biz fars oxuyanda, illər boyu fars oxumuşam da mən, biz bir iddə çox kəlmələri zehnimizdə var. Yəni, kəlmənin əvvəlini görəndə və cümlənin siyağından baş tapırıq ki, bu kəlmə nə olmalıdır? Onun hərfdən hərfə, tək-tək hərflərə baxmayaraq onu oxuruq. Amma indi ingiliscə, ərəbcə, ayrı bir latin dildə və ha belə türkcənin latin yazısında istəyək oxuyaq, o cür olmayacaq. Çünki biz, xüsusən özümü deyirəm, biz deyəndə yəni özüm, mən türkcə kitab oxumadığım üçün cümlələrdə kəlmələr nə cür gələr, siyaqda nə cür, cümlənin siyağında quruluş nə cürdür, heç olmasa farsda mən yüzlər kitab oxumuşam, cümlələr təqribən təkrar olar. Siz bilərsiniz ki, məsələn, Baba Ahməd həmişə Baba əvvəldə gələr, sonra Ahməd. Elə babanı görəndə eləyə bilər, hədis burası ki, Baba Ahməd. Məsələn, Baba hardan gəldi, orasını da bilərsiniz. Baba nə ilə gəldi, onları da cümlədə hədis vura bilərsiniz və əgər bir-iki iş yerdə oxumuş olsaz, da qalan yerlərdə görərsiniz ki, bu cür məhfumda gələcək bir şey. Amma indi latincə olanda, ya bir ayrı dildə oxuyanda, onda bu zehniyyətiz yoxdur. Onun üçün də yavaş oxuyacaqsınız. Bu da bir yavaş oxumağımın bir səbəbi olacaqdır. Amma niyə bunu oxumaq bizə nə verəcək? Bunu oxumaq bir, düşməni tanıyacaq. Bizim bir düşmənimiz var, çox güclü, təşkilatlanmış, örgütlənmiş, mali gücü olan bir güc, midyası olan güc, ordusu olan güc, 5 milyon karməndi olan güc, 600-700 min əskəri ordusu olan bir güc. Bizim belə bir düşmənimiz var. Bir, bunu tanıyacaq, bizim düşmənimiz kimdir? İkinci bu ki, düşmənin nə cür yıxar? Yəni, biz nə cür yıxılmışıq keçən yüzildə və qalxa bilmirik, millətləşənmirik, millət olmuruq, dövlət quramırıq, dövlət qururuq, yıxılırıq. Yəni, baxın dostlar, biz, mən bəlkə 3-4 il bundan qabaq, bəlkə də 5-6 il bundan qabaq bir bərnamə başladım Günas TV-də və orada mərhum Şeyx Xiyabani, Şeyx Məhəmməd Xiyabaninin suxəncanlıqlarının çıxışlarının xülasəsini orada oxurdum hər cələsə və tozih verirdim. Təbii ki, heç insan bizə müqəddəs deyil. Yəni, mütləq müqəddəs deyil. Təbii ki, bizim bir də insanlarımız bizə müqəddəsdir. O cümlədən vətən yolunda şəhid olan insanların hamısı bizə müqəddəsdir. Amma heç insan mütləq müqəddəs deyil və heç kəs nəqdidən qaça bilməz. Heç kəs. Hətta Peyğəmbər də olsa nəqdidən qaça bilməz. Hətta Allah da olsa nəqdidən qaça bilməz. Yəni, Allah da nəqdidən qaçmaq haqqı yoxdur. Bizim ağlımız var, bizim elmimiz gündə dəyişir, düşüncəmiz dəyişir və bunun əsasında nəqd eləmək haqqımız vardır. Allahdan, Peyğəmbərdən tutmuş da gəlmiş məmul adamlara. Şeyx Məhəmməd Xiyabani onlardan biridir ki, nəqd eləyə bilirik. Səttarxan Baqirxan Pişəbəri rəhmətdir və indi özlərimizi də belə nəqd eləyə bilirik. Bu birincisi. İkinci bu ki, mən o zaman çalışdım Şeyx Məhəmməd Xiyabani. Baxın, bunu bir əvvəl deyim. Farslar bizim bir iddə qəhrəmanlarımızı bizim əlimizdən çıxadıblar, mənimsiyiblər və İransıyıblar. Yəni, İrana yaraşdırıblar. Biz Səttarxan Baqirxan, Şeyx Məhəmməd Xiyabani görəndə bunları İrancı bizə tanıtdırıblar. Amma mənim şəxsi nəzərim budur. Əgər Şeyx Məhəmməd Xiyabani gəlir Azərbaycanda bir ordu düzəldir, deyək ki, dilin farsı edir, amma idari dil farsı olur, tamam. Amma bu adam bir dənə məmləkət düzəldir, adı Azadistan. O məmləkətin yanında bir dənə ayrı məmləkət var, adı İran. Diqqət buyurun, çox mühüm bir məsələdir. Yəni, bu adam səhvləri də var, doğruluqları da var. Bu adam bir dənə məmləkət düzəldibdir, ordusu var, fulanı var, savaşır da, axırda ölür. Bu adamın məmləkətin adını sabah biz Azərbaycanı müstəqil eləyəndən sonra bəlkə adını qoyduq, nə bilim, hər nə adı.
Hangi adı sevdik? Millət sevdi, dedi, biz bundan bu yüzden buranın adını qoyuruq ki, məsələn, Şimali Azərbaycan yox, Cənubi Azərbaycan yox, məsələn, bir ayrı ad. Ya da elə dedik Cənubi Azərbaycan Cumhuriyyəti. Məsələn, İkinci Azərbaycan Cumhuriyyəti. Ad mühüm deyil, mühüm ad sabah. Amma mühüm budur ki, biz istiqlala tapaq. Biz dövlət olaq. Biz dövlətlik sistemimizə hərəkət eləyək. Şeyx Məhəmməd Xiyabani o zaman Azadistan adında İranın yanında, yəni İran bir ayrı məmləkətdir, bu da bir ayrı məmləkətdir. Sonra da İran gəlir, işğal edir. Necə ki, Pişəvəri rəhmətdir, Seyyid Cəfəri Pişəvəri, o böyük lider. Hətta ömrünün, mən desəm, sonlarında inan, yəni ömrünün son 2 ilində desəm, Azərbaycancı, türkçü olubdur. İnanın ki, o 2 ili fəqət türkçülük eləyib, Azərbaycancılıq eləyib. Qalanın İrançılıq eləyib. Amma bizə o 2 il, o qalan 50 neçə ildən çox önəm daşır. Çünki o bizim millətçiliyimiz uğrunda çalışan bir şəxsidir. O, İranın qabağında bir yer yaradıb Azərbaycan adında. Məclisi var, dövləti var, ordusu var. Siyasi təşkilatı var, radiosu var, televizyonu var, danışqahı var, sistemi siyasi idarəsi var. Hər adama iradlar, mərhum Pişəvəriyə də irad tutmaq olar və mən dedim, son 2 ömrünün son 2 ili Azərbaycan və türkçülüğün xidmətindədir. Ömrünün qalanın deyək İrana xidmət edibdir. Niyə? Baxın dostlar, bu da irad deyil. Baxın, bizim hamımız Rıza Palaninin koditasından bu günə qədər dəfələrlə ölümlə burun-buruna gəlmişik. Onlar min dədəmiz, adamlarımız, nənələrimiz edam olublar. Yüzlər min təbid olublar. Heç haqqımız toprağımızda olmayıb, bir vətəndaş kimi vətənimizdə yaşamaq haqqımız olmayıbdır. Biz bir qorxu ilə yaşamışıq. Təbii ki, burada diri qalmağa çalışmışıq. Ölməməyə çalışmışıq fəqət. Bugün hələ diri qalım, yarın nə olar, sabah nə oları düşünmüşük. Bunun üçündür ki, görürsünüz ki, hamımız benoi bu atmosferdəki havası pan-İranistə hava olub, pan-Farsi hava olubdur. Yəni, buranın radiosu, televizyonu, mədrəsəsi, müəllimi, idarəsi, filanı, hər şeyi sizi pan-Fars eləməyə çalışıbdır. Siz burada sıxıb mən türkçiyəm deyə bilmirsiniz. Hala bizim İranda yüzlər min, bəlkə milyonlar insan var ki, danışanda deyir ki, mən türk deyiləm, Azəriyəm. Bəzilər deyirəsə, mən İranlıyam. Bəziləri deyirəsə, mən Azəri deyiləm, amma mən İranlıyam. Bəziləri, mən indi bir məqalə yazırdım, qısa bir məqalə yazdım, qoydum. Baxın, mən bir də insan tanıram, öz famillərimizdən ki, türk adları və türk dili, kətli dili, geri qalmış insanların dili, ahmaq insanları dili görsətdiyi üçün İranda, televizyonda, radioda, təbliğatda bir də insanlar tanıram, getdilər adların, gözəl adların çevirdilər, Fars ya İslam'a ad qoydular. Məsələn, bizim famillərdən biri var, adını demirəm, getdi adın Zeynəb elədi. Məsələn, birinin adını deyim, məsələn, Qərətel. Mən sevdiyim adlardan biri, nə gözəl bir şey. Baxın, amma adam adını değişdirməyə məcbur elədilər. Mən bir də adamlar tanıram ki, o təbliğatın altından qurtarmaq üçün, biraz stresi atmaq üçün, biraz rahatlamaq üçün adımı değişdirim. Bu, o təbliğatdan gəlirdik. Bizim çünki beynimiz yıxanıbdır. Biz nənədən olandan mənim qızımın, böyük qızımın bəlkə 6 aylıq olmuşdu, olmamışdı, 7 aylıqsa da olar da olmazdı. Mən o zamanlar gündə yazı yazırdım. Mənim o gündəlik yazıqlarım tapılsa, orada görünər hangi gün mənim qızım televizyonu açmışıq, açan kimi
beli televizyona tərəf idi. Amma tüm orada o uşaq kartonu açılanda bir dana bir ahəng çalırdı. Bir dana kartonun pərdənin qabağında bir uşaq belə yerirdi. Birdən hop bulurdu bu pərdə açılanda göyə, gedirdi qalırdı orada. Onun ahəngi, onun o musiqisi gələndə hər yerdə idi belə tönürdü, baxırdı o musiqiyə. Yəni beyni yıxanırdı. Beyin yıxama bu cürdür. Bizim hamımız, o cümlədən Şeyx Məhəmməd Xiyabani, o cümlədən mərhum Seyid Cəfər Pişəvəri, o cümlədən Səttarxan, o cümlədən Baqirxan, əlbəttə Səttarxan və Baqirxan dostlar, Qacar hökumətində qalıblar, farslılara xidmət eləməyiblər. Onların xidmətləri, çalışmaları farsların yolunda olubdur. Farsların toruna düşürlər əslində. Bəli, onlar Qacar dövründə Qacar hökumətinə də təslim olublar sonunda. Yəni, o dövrdə panfars hakimiyyətdə deyil ki, yaxşı bunlar panfarsa çalışırlar. Yox, bunlar elə Qacar dövlətinə çalışırlar, amma bunları dövrün tutan, bunlara silah verən, bunlara o güc ki, bunları savaşa hazırladı. Onlar Avropa, Amerika gücləri ki, panfarsların əli ilə, o cümlədən bu panfarsların, pan-İranistlərin bir iddəsi türküdür. Təbriz türkü. Quzey Azərbaycan Cumhuriyyət türkündən türkləri o zaman gəlmişlər Azərbaycana və burada inqilab yaratmağa çalışırdılar. Bunu mən dəfələrcə tozih vermişəm, çünki qəral idi. Türk dünyası, Türk imperatorluqları ki, o cümlədən Osmanlı və Qacar hakimiyyətləri, bunlar aradan gedirsin. Və bunları aradan aparmaq üçün orada biri də həman işlər ki, orada görünürdü framasonların əlinə, həman işlər burada bizim torpaqlarımızda framasonların əlinə görüldü və mütəəssifanə framasonların bir çoxu da türküdür. Özlərin satmışların bir çoxu da türküdür. Geçənki kitab ki oxuduq, orada da dedim ki, bizim mütəəssifanə tarixdə özünü satan insanlarımız çox-çoxdur. Hər halda bunları bilmək üçün ki, biz niyə şikəst yemişik, niyə indiyəcən şikəst altında qalmışıq, niyə qalxanmırıq, niyə müttəhid olanmırıq, niyə və nə cür eləyə billuq, bunların hamısı üçün biz bu kitabı oxumaq gərəkir. Mən bu kitabı yavaş da olsa, zor da olsa oxumağa başlayıram. Dostlar da oxusunlar. Əgər qələt oxursam, qələt düşünürsən, qələt deyirsəm, lütfən videonun altında yazın, qoyun ki, biz bunları düz ölçəşək. Fikirli alveri eləyək və ölçəşək. Mən dostlar, birinci səhifə kitabın cildidir, ikinci səhifə tanıtımıdır, üçüncü səhifə müşəxəsatıdır, dördüncü səhifə kitabın yenə də adıdır və ondan sonra görün burada sonuç yazıbdır. Savaş sanatı barışın kitabıdır. Bu elə diqqət edin. Mən qoy elə bunu da oxuyayım. Buradan başlayayım. Müqəddəmədir. Bunu yazan kimdir görək. Baxım görüm kim yazıb. İstanbulda Adil Dəmir adlı bir adam bu müqəddəməni yazıb kitaba və 2001-də bu kitaba Ağustosun 26-sında 2001-də bu kitabın müqəddəməsi yazılıb və çapa verilibdir. Bunu elə birinci yerindən başlayaq oxumağa, görək ki, nə deyir. Çox cəlib bunu mən sunuş fikirlərim, yəni sunmaq, təqdim eləmək. Sunmaq, təqdim eləməkdir. Mən məsələn, cənabınızın xidmətinizə ehtiramlarımı, hürmətlərimi sunuram. Bir kado sunuram, bir hədiyyə sunuram. Bu təqdim eləməkdir. İndi sunuş, yəni bu kitabın təqdimiyyəti siz üçün. Mən çalışım ki, bu günləri oradan eləyə bilərəm, oxuyayım. Titri budur. Savaş sanatı, yəni bu kitabın adı. Savaş sanatı barışın kitabıdır. Hünər-i cəng farsça. Savaş sənəti barışın kitabıdır. Yəni barış üçün savaşa hazır olmalısan. Savaşa hazır olmayan millət məğlub olar, müstəmir olar. Savaşa hazır olan millət ayrı bir millətlərin tərəfindən həmliyə məruz qalmaz. Sülh olar. Hətta buna qorxu sülhü deyirlər. Təvazunu quva sülhü deyirlər. Yəni o zaman ki, bizim gücümüz, ordu gücümüz, silah gücümüz qonşu və ayrı dövlətlərin gücü ilə bir gücdə ola,
tarazının iki gözü də bir şeydə ola, onda onlar bizə hücum etməzlər, sülh olar. O zaman ki bizim silahımız və gücümüz o qonşulardan yuxarı ola, qonşular qorxudan bizə həmlə eləməzlər, yenə də sülh olar. Pəs savaşın bu qədər, savaşa hazırlığın bu qədər önəmi var. Görək nə deyir? Əlbəttə bu biraz daha çox kiçik çap eləyibdir. Umaram ki mənim gözlərim bunu qəşəng görsün və oxusun. Bundan yaklaşık 2500 il öncə ünlü filozof, savaşçı Sun Tzu tarafından yazılmış olan savaş sanatı Sun Tzu Bingfa. Bu bunun şeyiydi. Yani Sun Tzu Bingfa onun Çince şeydi. Adlı bu əsəri savaş stratejisi. Bu biz strateji deyirik İranda, farsda dildə. İngiliscə və latincədə də stratejidir. Amma Türkçədə buna strateji deyirlər. Stratejiləri tarihinin ən prestijli və etkileyici əsəridir. İndi görək buracan nə dedi? Bundan 2500 il qabağa yazılmış bir kitab haqqında danışırıq. Öncə, yəni qabaq. Ünlü nə demək? Məsələn, filan kəs ünlü adamdır. Yəni məşhur, adlı, tanınmış. Ünlü filozof, filsuf. Filsuf kəlməsinin mən qabaqçı kitab oxuyanda dedim, biz buna düşünər deyək türkçədə. Filozof deməyək, düşünür ya. Yəni o adam ki düşünür. Filsuf işi düşünməkdir zaten. Savaşçı, filozof savaşçı. Diqqət buyurun. Bu mütləq fəlsəfədə danışmır. Bu adamın işi savaş fəlsəfəsindədir. Bu savaş fəlsəfəsində ünlüdür. Yəni adlımdır, tanınmışdır, məşhurdur. Adı nədir? Sun Tzu. Mən bunu Sun Tzu oxuram. Bəlkə də ingiliscədən bu yadımda qalıbdır. Sun Tzu. Amma bu kitabda və farsçada Tzu elə yazıblar. Amma Tzu olmalıdır. Çünki bu ad Çincədir və Çincənin səslərinə yaxın gətirməliyik adları. Beləsə, hər halda bu adamın tərəfindən yazılmış bu kitab. Savaş sanatı Sun Tzu Bingfa. Kitabın adı budur Çincədə. Sun Tzu Bingfa. Adlı bu əsər savaş stratejilərinə və tarihinin ən prestij yəni farsda dilə bakilas, yuxarı səviyyədə olan və etkileyici təsirgüzar, farsca, ərəbcə təsirgüzar əsərdir. Bəs bu kitab çox böyük bir əsərdir və filsufi bir gözündən yazılıbdır. Amma adam özü də ordu adamıdır zahirən. Hara gəldim, mən bunu itirdim. Tamam. Savaş sanatının teoriləri 2500 yıldır tüm əskeri lider və strateji uzmanlarına kılavuzluk ettiği gibi bugün de gerek Asyalı idareci ve politikalara gerekse modern iş adamlarına yol göstermektedir. Bu kitabı deyir ki 2500 ildir bu kitab. Yəni bu kitabın əslində yazarı da savaş sənəti kitabı və bunun içində olan teorilər. 2500 ildir ki tüm əskəri ordu, yəni lider latincə sözdür, bunun farsçası rəhbərdir, türkçəsi öncül.
Öncül ya öncü. Deyir ki, ordunun liderləri, yəni fərmandehləri, başları və strateji uzmanları, uzman mütəxəssis. Ərəbcə sözdür mütəxəssis, türkçəsi uzmandır. Uzmanlarına kılavuzluq. Kılavuz, dostlar, onlar ki, dəmirçilik işində olublar, tərəşqari işində olublar, ya lüləçeş işində olublar. Onların bir dəstgahları var ki, lülənin üstündə, su lüləsinin ya hər bir lülənin üstündə ya bir piçin üstündə o zeh açar. Yəni onu belə burarlar, o onun içinin nəxşəsi düşər bu dəmirin üstünə, piç yeri olar. Sonra biz ona, məsələn, möhrə olar. O möhrəyə piçi bağlarıq. Kılavuz o dəstgahdır ki, nə cür gedərsə qabağa, piç möhrə də o cür gedəcək. İndi, kılavuz yəni rahnuma farsca. Bizdə bu qədimdən işlənir. Kılavuzu da oradan götürüblər. Yəni ona oradan misal vurdum ki, o tirajkarlar, lüləçeşlər, dəmirçilər bunu bilərlər. Oradan misal vurdum ki, kılavuz sözü də o şeydən, yol bələd, yol tanıyan. Ona kılavuz deyərlər. Yəni, bizim yol görsədənimiz olubdur, kılavuzumuz olubdur. Bəs kılavuz sözündə bəzən bu Türkiyənin seriallarında görürsünüz. Dostlar, indi bir dənə serial başlayıb Türkiyəndə, dizi başlayıbdır. Dəstan adında, Dəstan. D-E-S-T-A-N. Son Dastana, yox ha, Son Dəstan bir ayrı bir şeydir. Dəstan adında bir serial başlayıbdır, çox siyasidir. Birinci dəfə bir dənə dizi düzəlibdir ki, orada qəhrəman milli, o qəhrəman da o dizinin əsli qəhrəmanı bir xanımdır, bir qızdır. Ya qızlardılar, beləsi deyil. Və siyasi bir filmidir. Mən dostlardan xahiş edirəm, bu filmi görün və üstündə danışın. Bəhs edin. Çünki bunun içindəki olan məsələlər bizim bu günlərdə başımıza gələn məsələlərdir. Bu gündə deyir ki, hər halda bizim qəlavuzumuz olaraq bu gündə bizim dərdimizə dəyər və bizə yol göstərər. Ha belə siyasətçilərə, politikaçılara, yəni politikacılar bilirsiniz, yəni o adamlar ki, siyasət meydanında çalışırlar, siyasət ərsəsində çalışırlar, onlara siyasət deyirlər. Və bir də bilirsiniz, idarəcilər vardır, yəni bir idarələrdə işləyən, karimətlər idarədə işləyənlər, müdürlər əksərəndə onlara deyir ki, bu iş gərəksə, modern iş adamlarına da hətta, yəni məsələn, iş adamları, yəni tüccar, sərmayəguzarlar, bahlar, bunlar ki, iş adamları, yəni onlar ki, çox böyük sirvətlər, bunlara da deyir, görsədir bu kitab. Bəs bu kitab tək ordu üçün deyil, tək istiqlal üçün savaşmaq üçün deyil, tək haqq üçün savaşmaq üçün deyil, haqlarımız üçün ki, özümüzü layiq bilirik bir haqqa, ya bir haqları özümüzə layiq bilirik, onlara savaşmaq üçün deyil. Bəlkə əgər bir adam iş adamıdır, iş qrupdur, iş işlədir, bir adam idarədə işləyir, sistemdə işləyir, bir adam orduda işləyir, bir adam siyasətə girir, yazı yazır, bunların da dərdinə deyəcəkdir. Feodal toplumdan modern topluma nərdəysə bir gecədə keçmə becərisini göstərən Japoniyada bilim adamları Sun Tzu'nun klasik öyrətimlərini modern çağın siyasət və iş yaşamına böyük bir başarı ilə uygulamışdılar. Burada bir misal vurur Japondan ki, Japonda bu kitab nədir olubdur. Mən dedim, biraz yavaş oxuram, icazə verin 1-2 gün oxuyayım. Neçə gündə oxumamışam bu xəstəlikdən dolayı, vəziyyətdən dolayı. Biraz daha yavaş oxuram. 1-2 gün əgər gözsəz, sürətim daha çox alacaqdır. Çünki yaxşı olacaqdır vəziyyət. Deyir ki, feodal toplumda, feodal bilirsiniz, bizim deyək ki, xanlıq dövrəsi, xanlıq, ərbablıq dövrəsi. Feodal yəni bizə
deyirlər İranda feodalizm yox idi, ya feodal dövrəsi yox idi. Bunlar hamısı çərənd-pərənd idi. Tarixi değişdirməkdir. İstəyirlər özlərim. Bizim də xanlığımız var idi, onların da xanlıqları var idi. Tutuldu getdi. Onlar adına deyirdilər, məsələn, Lordu filan, biz də adına deyirik, ərbab. O da kəndi sahibi idi, kətdə yaşayan biri istəsəydi gələydi orada yaşayacaq, ondan icazəli idi, ona işləyəydi, onun yerində işləyəydi və bir səhm ona yetişərdi, bir səhmlər də xana yetişərdi. Bizdə də o cür idi. Xan istəsəydi bir kəndi sata, adamları ilə satardı. Deyərdi, bu kəndin məsələn 300 nəfər, 200 nəfər, 100 nəfər adamı vardı və bir belə bağı var, bir belə suyu var, bir belə də filanı var, satardı. Mənim nənə dədəm deməyək, nənə babam, nənəmin yəni dədəsi yox, babası 5-6 dana kəndi belə almışdı xanlarda. Pəs feodallıq bizdə də var idi. Bu da farsların bir yalanıdır ki, deyirlər, çünki istəyirlər özlərinə dünyadan bir istisna çıxasınlar. Feodal toplumlarında, yəni toplum deyəndə o camiələr ki, orada feodalizm var imiş. O cümlədən dedim, bugünkü İran adlanan yer və bizim Qacar dövründə də var idi və Qacardan qabaqda bizim toplum mütəəssifانه, xoşbəxtانه feodal toplum idi. Dedim də xanxanlıq dövrəsi. Modern topluma qədər, yəni bugünkü günlərə qədər ki, da bu günləri burada xanxanlıq yoxdur zahirdə, amma xanxanlıq çox güclü davam edir. Məsələn, karxananı satanda dostlar, indi adına sərmayədarı deyirlər da, yəni kapitalizm. Kapitalizm dedikləri bir şey, əslində indi gedir karxananı alsın. Siz istəyirsən karxananı alasınız. Karxananın yerini almırsınız. Daş divarın da pəncərəsini, qapı pəncərəsini də almırsınız. Dəstgahlarını da almırsınız. Alanda deyirsiniz ki, ağa, bu karxana 500 dana, ya 1000 dana, ya 10.000 dana kargəri var. 3 şiftidə işləyir. Bir belə dəstgahı var, bir belə yeri var. Yəni, hamısı ilə bahəm alırsınız. Mühəndisləri ilə bahəm. Yəni, əgər mühəndislər sabah istifa versələr, karxana ərzişi yoxdur. Əgər kargərlər sabahdan desələr, biz gəlmirik daha işə. Karxananın ərzişi yoxdur. Karxananı onunla forqa itərərlər. Bu kargər çıxdı, mən karxananı nə edirəm? Bunun üçün bu modern feodalizm, bu günləri adını qoyub kapitalizm, amma həman işi görür. O dövrün tamam müşəxəssatı var. Məsələn, o dövrdə insanlar, məsələn deyək ki, biri əkinçi idi. Əkinçinin balası gedib danışığa gedəməzdi. Qoymazdılar getsin. Xan ola bilməzdi, bəy ola bilməzdi. Çox çətin idi. Çox çətin. İndi də məsələn bir nəfər savadı olsa da, yaxşı savadı da olsa, profesor ola bilməz. Gərək ki, bir yerdən mədrək ala ona. Profesorlar bir müşəxəs sahədə ona mədrək verirlər. Sən burada profesor olursun. Hətta belə danışqaha gedirsiniz, siz orada gedib danışqahda, hər danışqahda oxuyub mədrək alsanız, İran dövləti ya ayrı dövlətlər qəbul eləmir. Deyir ki, çünki gərək onu mən təsdiq eləyəm, mənim çarsəvəmdən gedəsiniz ki, qəbul ola. Bu da elə o təbəqə deyirik da buna, klas deyirlər latincədə. O klasın qalan əlamətləri bunlardandır. Və cəlibdir, hər klasın, hər təbəqənin adamları onu qorurlar o təbəqəni. Hər adam ora gələnməz. Məsələn, hər adam tirajkar ola bilməz. Gərək tirajkarlıqda dövrə görə gələk, usta şair yanında işləyə, şair də ola filan, bəhman, yavaş-yavaş illər boyundan sonra bunu usta qəbul edirlər. Məsələn, hər adam siyasətə girə bilməz. Məsələn, indi İranda qanun belədir da, deyir ki, siz istəyəsiniz məclisə gedəsiniz, gərək bir belə savadınız ola, bir belə idarədə işləmiş olasınız, bir yerdə müdür olmuş olasınız, filan bəhman. Bunlar, yəni o şeyi qorur, təbəqəni qorur, hər adam ora girməsin. Buna təbəqəni qorumaq deyirlər ki, elə bu gündə vardır və biz bunları mütəəssifanə diqqət eləmirik. Diqqət eləmədiyimiz üçün, məsələn, mən bu Kanadada, Amerikada çox rahat görürəm, hamı deyir ki, məsələn, mən worker klasam, mən işçi klasıyam, təbəqəsiyəm. O birisi deyir ki, məsələn, middle class. Yəni, bunlar çox belə burada işlək sözdür. Yəni, gündə bunlar radioya qulaq assaz, axşamıza 50 dəfə işləyəcəksiniz ki, middle class, high class,
nə bilim, low class, poor, bunları eşidəcəksiniz. Kasıblar, orta durumda olanlar, orta durumdan aşağı, kasıblıqdan yuxarı olanlar, kasıblardan yuxarı olan high classlər, super high classlər, bunları görəcəksiniz. Amma bunları İranda bizə demirlər. Onun üçün burada insanlar bir növ farsça deyirlər ağahi təbəqati. Bu cür bir şeyə yetişiblər. Bizdə yoxdur. Çünki bizə brainwash ediblərsə biz unutmuşuq ki, olan mən niyə həmişə xaricə qalıram? Niyə mənim bu şeyi dəyişdirə bilmirəm? İndi də lap çətinlədiblər. Yəni bir zaman yenə məsələn hamı gedə bilirdi, dərs oxusun, getsin mədrəsəyə, mədrəsədən getsin danışqaha, imtiyaz yox idi, hamı bir müsabiqə verirdi, gedir. İndi hər kəsin pulu var, uşağın yaxşı mədrəsəyə qoyur. Müəllim tutur, filan eləyir, bəhman eləyir. Ondan sonra xüsusi mədrəsələrə göndərir, ondan sonra nə bilim Tisuşana göndərir, filana göndərir, bəhmana göndərir, danışqaha pul verir, yaxşı danışqaha göndərir, filan bəhman, ondan sonra da aparır bir şeyə, o klasının içinə, yəni orada saxlır və hətta oradan yuxarıya keçirdir. Amma onların ki yoxlarıdır. İndi uşaqları təhsil eləyirlər, dövləti mədrəsədə biraz oxuyur, oxuya bilmir, yemağın getirənmir, filan bəhman qalır da. Bu həmin o təbəqənin şeyidir. Biz bunları görəcəyik. Deyir ki, hər halda sadəcə bu toplum feodal toplumlarda, ya belə modern toplumlarda, mən misal vurdum, bizdə də indi əlan modern toplum dediyimiz Kanada, Amerikada məsələn vəziyyət nə durumdur, İranda da onun misallarını vurdum ki, nə də görərsiniz. Deyir, nə idəsə bir gecə keçmə becərisi, yəni bir gecədə bir şey ola bilsin. Yəni biz bir şeyi bir gecədə keçə bilək. Məsələn, bir insanlar, çox gözəl, bu misal cəlibdir buna. Bir gecədə görürsünüz ki, adam bir nəfər İsfahandan gəlmişdi bura, Torontoya. Mənə deyirdi ki, burada məşvərət edirdi. Mən burada nə iş görsəm, burada qalım, getməyim İrana. Dedim, orada işin nədir? Dedim, mən orada İsfahanın dəmir fabrikasının %25-i mənə gələr. Dedim, dəmir nə cürdür? Dedi ki, valla, gecə yatarıq, səhər məsələn birdən kiloda filan qədir gələr üstünə. Və satarıq, qazanırıq. Dedim, siz burada hər neyniyəsi o pulun %1-ini qazanmasınız ildə. Çünki orada gecə yatırsan, bir gecədə sən eləyə bilirsən milyardılar dolar qazanırsan. Çünki milyardılar varın elə zahədə. Dəmir karxanadan gətirir, tökür, bura satırsan, pulun dəmirini onu verir, ha vaxt verəcəksən, Allah bilir. O pulu burada. Buna deyirlər bir gecədə 100 ilin yerin keçmək. Bu, odur. Bu İranda var. Dünyada heç yerdə bu cür bir ittifaq düşməz. Hər halda nərdəsə bir gecə becərisini göstərən Japoniyada. Deyir ki, Japon bir dünya, elə bir ki, bir gecədə keçdi. O tarixin. Bilirsiniz, bizim Qacar dövlətimiz, Nasiruddin Şah, Mici, onu da İranda inqilab tərcümə ediblər. Necə məşrutəni inqilab dedilər Məhəmməd Rza dövründə. Buna inqilab dedilər. Çünki inqilabı sifidi gərək orada qoyurdular ha. Bunda inqilab eləyidilər ki, onu eləyə biləydi deyə ki, mən inqilabı məşrutə kimi bir inqilab elədim. Diqqət buyurursunuz, ona görə bunu inqilabı məşrutə edilir. Yoxsa öz bu məşrutənin cəryanı bilirsiniz ki, zombiş əslində özü bir hərəkətdir. Hərəkət ya zombiş məşrutədir. Tarixdə ta Məhəmməd Rzaya qədər, Məhəmməd Rzanın da son zamanlarında, yəni o inqilab-ı sifid dedikləri zamanlarından başladılar məşrutiyə inqilab dedilər ki, sonra bu eləyə bilər inqilab-ı sifid şahı milləti inqilab deyə millətin zehninə soxalar. Ərz edeyim ki, məsələn, Midia adlı bir imperator var Japonda. Bilirsiniz ki, Japonlarla bizim deyirlər ki, onlar da türklər ya hər nə, onlar üçün mühüm deyil. Onlarla bizim bir iştirakatımız var. O da budur. Onlar da geri qalmış bir millət idi bizdə. Onların da bir liderləri var idi. Onların bizdən bir fərqləri var. O fərqi deyəcəkdim, bunlar yox. Fərqi budur. Onlar şahların ya imperatorların Allah bilərlər yer üzündə. Onun fərmanı öl, qal, öldür, öldürdü.
Onun üçün də hətta dünya savaşlarındakı Japon şirkəti etdiyi 1-ci dünya, 2-ci dünya savaşında bu təyyarələrinin adı var, Kawasaki-dir, nə mənədir adı, belə bir təyyarələr var. Onu minərdi o xələban. Şah dəstur vermiş ki, ged özü öldür. Özü vur gəmiyə, partlat. Adam şək eləməzdi ki, şah bunu niyə deyibdi? Özün gələrdi, kamikaze-idi, nədir? Özün o vurardı gəmiyə, gəmini də partlatsın. İndi bu gəmi İngilislərindir, Amerikalılarındır, hər kəsində partlardı, özü də partlardı, ölərdi. Allah bilərdilər. Mütəəssifanə biz türklərdə bu cür yoxdur. Bizim tarixdə bir demokratik sistemimiz olub türklərdə. Onun üçün də həmişə biz özümüzü hər halda bizim Nasiruddin Şah padişahımız islahata başlayan zaman Mici Japon imparatorluğu da başladı. Bizim sürəti inkişafımız, tövsəəmiz, gəlişməmiz Japondan çox yüksək idi. Amma Japonlular bir millətdir. Bir millət, Japon milləti. Dilləri bir, dinləri bir. Əksəriyyətin dini dediyimdir. Bəziləri Konfüsiusi ayrı bir dili ola bilər. Amma hamısının Allahı imperatordur. Bizdə mütəəssifanə yox. Bizim dinlərimiz də fərqi, dillərimiz də fərqi, millətlərimiz də fərqi, tarixlərimiz də fərqi. Onun üçün orada şahın əmrindən, bu gün də imperatorluqları qalır. Orada heç kəs imperatorun sözündən çıxmadı. Əleyhinə tövtə eləmədi, sözünə inandılar, getdilər qabağa Japon düzəltdilər. Bizimkilər də düzəltdilər, getdilər məşrutəni də düzəltdilər, 2-3 ildə qaldılar, ondan sonra farslar bunların əleyhinə tövtə, inqilab, əsl inqilab onlar elədilər, yəni farslar elədilər, məşrutənin ziddinə inqilab elədilər. Diqqət buyurun, Fransada inqilab keçir, ziddi inqilablar, yəni şahçılar gəlirlər inqilabı aradan aparırlar. Dəqiqən həman şey qanun əsas məşrutə dövlətində Türk dövləti məşrutə hərəkatını aparır qabağa, farsçılar ziddi inqilab olaraq meydana çıxırlar. Məşrutəni aradan aparmağa cəhd edirlər və aparırlar daxil. Bu günəcəndə bilirsiniz ki, hətta farsların içində bir də hizblər var ki, adı məşrutədir, məşrutə tələblər, filanlar, bəhmanlar ki, bunlar hələ fiilən 115 il məşrutədən getməyə baxmayaraq məşrutə arzularındadırlar. Farslardan bir qrup var burada. Belədirlər. Deyir ki, Japon bu kitabın üzü ilə getdi, Japon oldu. Hər halda bunu fəqət istəyir. Desin, mən bunu çox da eləməyim. Deyir ki, Japon bilim adamları Son Tetsu'nun klasik, bu klasik olacaqdı. Fikirləmi iştibah yazıb. Klasik öyrətilərini, bu kitabda öyrətdiklərini klasik deyir. Yəni, üçün qədimi olduğu üçün buna klasik deyirlər. Qabaqçı kitabda demişəm, klasik hangi dövrüyə deyilir. Modern çağın siyasət, modern çağ ki, indidir. Dedim, nicidən bu üzə. Modern, hangi tarixdir dostlar? Modern o tarixdir ki, oradan buğ gücü, buxar, farsça, buğ gücü, teknoloji və sənət yaranır. Oradan modern başlanır. İndi şeylər postmodern, yəni o dövrə keçibdir, daha sənaye dəyişilir. Sənaye dəyişilir. Məsələn, mən keçən günlərdə bir dana şey gördüm. Bu kompüter adam. Adına nə deyirlər? İndi yad mənim bu təsadüfdən sonra biraz beynim zadım da dəyişilibdi. O bağışlarsınız. Bu dövrədir. Bilim dövrəsidir. Teknoloji dövrəsi keçir də yavaş-yavaş. Çünki indi kompüterlər oturacaqlar, tərrahlıq eləyəcəklər, tolid eləyəcəklər və insanlar da faydasını götürəcəklər. Modern çağın siyasətləri Son Tetsu'nun klasik öğretimləri modern çağın siyasəti və iş yaşamına böyük bir başarı ilə uygulandı. Bunun kitabları, hətta bunun teoriləri Japonda böyük bir başarı ilə, müvəffəqiyyət. Başarı, müvəffəqiyyət ki, ərəbcə sözdür, onun türkçəsidir. Uygulandı, yəni işə tutuldu, işə alındı.
Gerçəkdən də bu gün pek çox kimsə Japoniyanın bugünkü başarısında Son Tzu'nun ünlü savaşmadan kazanmaq ən böyük başarıdır doktrinini böyük rol oyandığı konusunda bərilləşməkdədir. Dostlar, deyir ki, elə bir qurtarılır ya necə olur? Deyir ki, bunun bir doktrini varmış, yəni bir fəlsəfəsi varmış, bir nəzəriyyəsi varmış. Doktrin əslində nəzəriyyə, dostlar. Deyir ki, o doktrinin adı nə imiş? Savaşmadan kazanmaq. Öldürüb və ölmədən qazanmaq. Bu deyir ki, Japon bu teorini işə tutmaqla ən böyük başarını əldə etmişdir. Pəs Japon sadəcə bu kitabın içindən bu nəzəriyyəni ki, savaşmadan kazanmaq. Birinci Dünya Savaşında uduzdu, İkinci Dünya Savaşında uduzdu. Ondan sonra nə edək? Savaşmadan bu savaşı qazanaq. Qazandı. Bilirsiniz ki, Japon suyun ortasında tıqqılı-tıqqılı cəzirədir. Neçə dənə adadır bir-birinə yapışıb, neçə min dənə adadır bir-birinə yapışıbdır və mədəni bir şey yoxdur. Yeraltı bir şey yoxdur. Su və suyu da, yəni sahilləri də o cür deyil ki, deyəsiniz, bəlkə məmuli sahildir. Moğollar 3 dəfə ya 2 dəfə həmlə elədilər, Japonu alalar, alanmadılar. Çünki sel ya dalğa gedirdi, deyirdi, sel deməyək, dalğa gedirdi, deyirdi, torpaqlığa, daşlara, qeydirdi, gəmiləri gətirirdi, vururdu, o birisi şeyə partladırdı, aradan apardı, sındırırdı, təxrib edirdi. Bu, Japon o cür bir yerdədir. Zəlzələsi çox olur, amma savaş sanatı bugünün iş dünyası içindəki bitmək bilməyən rikabət konusunda gərək kişisel, gərəksə ulusallarsa çıkmış və mücadilənin ana hatlarına ışık tutar. Pəs bu kitab deyir ki, ağa, bu kitab, bu sanatı, savaş sanatı bu günləri iş dünyasına, yəni tolid, məsrəf, tozi, bunlar farsça sözlər, terminlərdir. Üretim, tüketim, yaymaq. Bunlarda olan böyük sərmayələr, iş şeyi, içindəki bitmək bilməyən, qutarmayan, yəni ucu bucağı yoxdur bu sərmayələrin, bu işlərin. Rəqabət var bunların içində. Ucu bitməyən rəqabət var fabrikaların, şirkətlərin arasında. Bu konularda konu mövzular. Gərək kişisel, yəni fərdi, bireysel. Kişisel, yəni bir adam. Adam başı. Gərəksə uluslar arası, yəni millətlər, beynəlmiləl, millətlər arası, ulus millət, uluslar millətlər, uluslar arası, yəni millətlər arası, yəni beynəlmiləl. Çıxmış və mücadilələrin ən hatlarını ışık tutar. Hər halda mücadilə, yəni o mücadilə cədəldən gəlir. Əslində cədəl ağızda olur. Amma mücadilə o yerdədir ki, siz çalışırsınız. Çox çalışdığınızda mücadilə deyilir. Deyir, bunlara bu kitab ışıq tutur. Kitabın okurlarına verdiyi ana fikir yenilməz ola bilmək, savaşsız zəfər kazanmaq, savaş və rəqabətin fiziğinin, psikolojinin və politikasının doğru analiz ilə rakipləri karşı, çok uzun cümle oldu bu, üstünlük kazanmamına yollarının anlaşmasıdır.
Deyir ki, hər halda bu kitab neçə sahədə köməklik eləyəcəkdir. O cümlədən kitab oxuyanlarına, bu kitabı oxuyanlara yəni verdiyi ana fikir, ana fikir yəni əsli fikir. Ana bilirsiniz doğum mərkəzidir, doğar və artırar. Ana fikir yəni o fikir ki, o birisi fikirləri doğub və əsli fikirdə beləsi deyək, artıra bilər. Yenilməz yəni şikəst napəzir farsca. Şikəst napəzir olmaq üçün bu bir. Savaşsız zəfər qazanmaq, savaşmadan zəfəri qazanmaq, piruz olmaq. Savaş və rikabətin fiziyinin, savaşın ya savaşmağın ya da riqabətin, rikabət türkçə deyilir, riqabətin fiziyini, yəni zahirini, psikolojisinin, psikoloji yəni o savaşın ya riqabətin rəvanşünasi vəziyyəti. Psikoloji latincə sözdür, ruhu və politikasının doğru analizi və siyasətin də, yəni bunların hamısının doğru analizi, doğru bunları təhlil eləmək, düşünmək ilə rəqiblərə qarşı, rəqiblər yəni bilirsiniz da, məsələn, filan kəs, filan şirkət ilə, filan dövlətlə rəqibdir. Yəni, bir-birinin qarşısındadırlar. Qarşısı üstünlük yəni bərpəri farsca, yuxarılıq, üstünlük kazanmanın yollarını anlaşılmışdır. Yəni, bu kitab bunlarda üstünlük gəlməyin yollarını anlaşdırmışdır, örgətmişdir. Umarım ki, eləyə bilən bu səhvəni qutaram. Kitab böyük bir diqqətlə okunaraq dəyərləndirilələrinə bu gündə acımasız iş yaşamında həmən hər zaman bənzər koşullarla qarşılaşıla biləcəyi görüləcək və Son-Tütsünün dərslərinin pratik kullanımının uygulama becerisinə sahib iş adamlarına sağlaya biləcəyi yararlar kolaylıkla bulunacaqdır. Tamam. Deyir ki, bu kitabı oxuyanlar böyük bir diqqətlə oxusalar, oxuyandan sonra o birisi adamlardan, yəni oxumayanlardan bugünkü bir vəziyyətdə və amaclarına görə, amacları olsa, indi bunu iş yaşamında, yəni iş həyatıda, beləsi deyək, iş həyatında, iş yaşamında həmən hər zaman bənzər konşulara, yəni koşullara, koşul olur şərait, bənzər şəraitdə, yəni hangi şəraitdə görürsünüz, görün. Siz indi bir döktürsünüz, mühəndissiniz, bir ilməhsalansınız, bir siyasi fəalsınız, bir mədəni fəalsınız, bir yazarsınız, bir şairsiniz, hər nəsiz. O şəraitinizə görə deyir ki, bu kitabdan mən yenə də qeydirəm, bu latincənin bir şeyi də budur ki, dostlar, biraz da bunu kiçik şey eləmişəm, print eləmişəm, mütəəssifanə, başarmırdım. Sətirlər bir-birinə çox yaxındır, tez-tez itirirəm. Son-Tütsünün dərslərini deyir ki, pratik əməli. Pratik oxuyanlar üçün kullanımına uygulama və onu işə aparmaq üçün becərisini, başarığını, becəri həman başarı sahib işləmlərinə kullana biləcəksiniz. Hər halda deyir ki, yəni bu kitab hər kəs oxusa eləyə biləcəkdir. Öz sahəsində bu kitabı oxusun və oxumayanların qarşısında müvəffəqiyyətə daha çox əl tapsın. Dostlar, mən fikir edirəm buradan yetər bu günə. Bu səfənin son sətri oldu. Mən bunu
çalışacağam ki sabah acanda bunu oxuyum. Biraz gözüm adət eləsin, əlim adət eləsin, dilim adət eləsin. Dedim, neçə illəti var yavaş oxumağımın, önəm daşımır. Bu kitabı qurtaranda mən latincəni bir dənə, latin türkcəni bir dənə Türkiyədə